Yəqin ki, çoxlarınızın qarşısına belə yazı çıxıb. Bəs bu yazını göz yorucu hala gətirmədən necə silə bilərik? Əgər marşa da çox varsa, siz də mən edən kimi edin. Hər hansı bir mətn redaktoru yaradın. Olsun bloknot. Burada şərhlərdə paylaşdığım kodu kopyalayın. Sonra sənədi yeni bir adla yadda saxlayın. Amma sənədin adında tip yerinə reg yazın. Sənədi all faiz seçimi ilə reg uzantısı ilə yadda saxlayın. Budur, registrasiya faili hazırdır. İndi failin üstündə 2 dəfə klik edin və açılan pəncərələri təsdiqləyin. Ən sonda kompa yenidən qoşulma verin. Əlbəttə, ən yaxşısı pulunu verib aktivləşdirməkdir. Çünki belə olan halda istifadə etdiyimiz əməliyyat sistemi tam şəkildə funksional olaraq qalır. Əvvəldə dediyim kimi, bu tədbir sadəcə yazını silir. Yazı artıq yoxdur. Videonu bəyəndinizsə like atın və abunə olun. Daha faydalı məsləhətlərlə davam edəcəyik.